Əziz izləyicilər, Əsma-i Hüsna silsiləmizdə 8-ci uca ismə Əl-Müheymin isminə keçirik. Əl-Müheymin nə deməkdir? Bu, hər şeyi müşahidə edən, himayə edən, nəzarət edən və hifz edən deməkdir. Allah Teala Əl-Müheymindir, yəni O, bütün kainatda baş verən hər şeyi ən xırda detalına qədər bilir və müşahidə edir. O, yaratdıqlarını qoruyur, himayə edir və hər an onların işlərinə nəzarət edir. O, şahid və qoruyucudur. Bu isim bizə daim Allahın nəzarəti altında olduğumuzu xatırladır. Bu, bir tərəfdən bizi günahlardan çəkindirir, digər tərəfdən isə çətinliklərdə qorunduğumuz üçün qəlbimizə rahatlıq verir. Bəs Ya Müheymin zikri nə üçün və nə qədər çəkilməlidir? Ya Müheymin zikri əsasən unutmamaq, hər şeyi dərk etmək, əmanətləri qorumaq və gözlənilməz bəlalardan hifz olunmaq üçün çəkilir. Bu zikri davamlı edən şəxs güclü hafizəyə sahib olur və hər cür pislikdən qorunur. Bu ismin əbcəd dəyəri 145-dir və bu sayda zikr edilməsi böyük fəzilət daşıyır. Gəlin hər an bizi müşahidə edən və himayəsində saxlayan Əl-Müheyminə təslim olaq. Allahım, Əl-Müheymin adının xatirinə bizi bəlalardan hifz et. İmanımızı daim nəzarətində saxla və bizə doğru yolu unutmağa imkan vermə. Növbəti videoda başqa bir gözəl ismi öyrənəcəyik. Bizi izləməyə davam edin.